Uşaqlar sabahınız xeyir. Bugün deməli nə gündür? Bugün Bakı maraton gündür və biz də hazırda Xəlillə gəlmişik maraton qaçmağa. Niyə? Çünki bizə batdı biraz bazar günü səhər gecə xadma eləyib yatmağa. Çox batdı. Biz də dedik ki, gələk qaçaq da səhər saat 9-da, 8-də, ondan ötürü 7-dən duraq yoldan çıxar ki, yolu bağlayacaqlar. Amma yatmaq batan bir dənimiz də deyildi. Hamıya batıb yatmaq bazar günü. Heç kim xadma eləmək istəmir. Yəni, bu adam da işləyir də bazar günü. Bu xadmaysız işləyir. Çox tirpə girdi sana. Yok, girməmişəm. Prosta şort giyim mən yaşamda biraz utanç var. Avtobus şoförü nədir? Dün əynimizə paltar almışıq. Əynimizə paltar giyin. Bayraq meydanına gəldik, çatdıq. Sizi könüllülərinin burada yığış noktası var. Ona görə də gəlib bura çatdıq birinci. Buradan yığışıb, ondan sonra da artıq gedirik. Yollar da bağlayacaq dedilər. Bir ton avtobus da yığılıb artıq. Bazar günü yatmağı batan 20 mindən çox şəxs olaraq Bakı marafonunda qaçmağa qərar vermişdik. Artıq səhər saat 10-da başlayacaq marafon üçün 9 ildən yığılmışdıq hamımız bayraqlara. Bayraq meydanından start götürdük və 42 kilometrlik marafon Sibirdə bitirdi. Trayektoriya boyu bizə yol göstərişində, bizə həvəsləndirici, ruhlandırıcı mahnılarla, oyunlarla köməklik göstərir Bakı marafon könüllülərinə. Buradan təşəkkürlər edirik. Biz Xəlillə qaçmağa çalışdıq. İndi baxın birinci yolda necə gedir gedişat. Değerli fikirləşirsən, donuram. Bazar günü yatmaq ağır gələn adamlar da hamısı buradadır. Belə çəkirəm. Düşürəm mı? Ayan salam ver Ayan. Ayan. Burada da müxtəlif remixlər qoyurlar ki, telif yeyək. Ətrafı belə göstərim. Start nöqtəsi də buradır. Buradan startdan başlayır. Birbaşa artıq başlayır qaçmağa. Bu uşağı da uşaq vaxtından öyrədirlər ki, sonradan qalib gələ bilsin bir 20 il sonra. Bəli Əskər bəy, necəsiz? Uşaqlar, indi gedirik hal-hazırda start zonasına doğru. Start zonasına gedib oradan başlayacağıq qaçmağa. Bizə dedilər ki, su vəbşi hər yerdə var. Amma 10 kilometrdən sonra artıq meyvədir, banandır, nə bilim ondan sonra başqa yeyə biləcəyiniz şeylər və s. onlardan da verirlər. 10 kilometre kimi indi qaçıb, ondan sonrasına baxacağıq ki, davam edir yoxsa yox. Amma bel çantasıdır, beşlərimizdir, hamısı getdi şeyə, Sibirə. Yəni məcburuq oradan götürmək. Sibirə götür birazdan tapam getsin. Getdi uşaqlar, deməli hamı milyondan adam yığılmış olur. Çox üzülürsən, çox üzülürsən. Biabr oldu. Deməli hamı yığılıb, Xəlil burada. Mən çəkirəm də. Salam. Şapkanın neçə nətər qoyun bilmədim. Yaxşı deyil. Gəl tez ol, gəl. Yox, başlayırıq. Saat 10'da başlayırıq və ondan sonra artıq davam. Ta Sibirə qədər. Güya indi marafon başlayır və güya qaçırıq da. Hamı gəlsin. Bəli. Bəli. Uşaqlar. Başlayırsan qaçma. Qaçmağa qaçmırlar ki. Buradan da. Mən qaçmaq istəyəm, heç kim qaçmır. Buradan gəl. Hepsi getdi. Çəkirəm. Uşaqlar deməli 3-cü kilometrdəyik bu dəqiqə. Mənə bildim bizi aldadıblar ki, yol üstü hər yerdə su var. Tapdıq bir dənə.
Çok sağ olun, yorulmayasınız. Su. Üçüncü kilometrede bir tane su tapdıq. Ama niye neyəcəyik? Axıra kimi qaçacaq, 100%. Hər axıra kimi gedirik də. Ben gözüm. Sen geləcəksən, yəni mən cındızla da. Kamu spotu yox, просто bir dənə call to action da. Şu an mən marafonda belə yerəcədə tulluyurlar. Hamı götürür ya da ki, nə bilim, o şeyləri, dumbaları düzür orada. Və konkret olarak bayağı buraya tertemiz idi. Marafona göre temizlemişler. Merhaba. Merhabalar. Nasılsın? Sağ olun, siz nasılsınız? Sağ ol. Neredesiniz? Azerbaycan. Azerbaycan. Ben sana Evet, evet. isteyeceğim. Yani Türk geldi. Siz Türksüz ya, Azerbaycanlıyız. Qalib sen de Azerbaycanlısan desem. Neyse, akşam yere tılıyorlar. Bayağı buralar tertemiz idi. Ama fikirləşmirlər ki, bura marafonun için temizlenip ve elə temizlendiği kimi də saxlanılmalıdır. Hər yerdə zibil qabı var, yerində durub yerlərdə turulayıb gedirlər. Eləməyin bunu. Düzüm nə xeyr? Sizde. Səndən də soruşmasam danışmayacağam bu videoda. Yok. Ne danışım bilmiyorum. Kaçmağa o da İnşallah xeyr, kalmışam. təzə YouTube Direkt kanalı açıb. kızarmışam. Təzə YouTube kanalı açıb. Yəni ilk YouTube kanalı deyil, amma uşaq vaxt açıb da əvvəl. Pardon bir saniye. Çin dost. Neyse, video açıb, ilk videosu bu video olacaq. Ona görə də alınsa sizin xeyirli abunə olun. Geçən videolar çəkəcək. Ha, bomba video olacak. Sinematik olacak. Üstündən heç keçəcək video yoxdur da. İlk video və son video bu olacaq. Deməli uşaqlar indi 8-9-cu kilometrdəyik. Təxmini Ağşəhər bulvarı. Biraz təngi nəfəsim. Amma gedirik. Davam. Eski arkada kaldı. Ben devam. Bilmiyorum 10 kilometre tamam olup olmuyor ama 7'den kesmiş ucu. Davay. Kullar eski. Askeri bilmiyorum hardadır. Ben güzel 10. kilometre gelip çatırım. Terlemişim babat. Böyle bir arkaya düştük. Ben biraz kaçtım. Kaçandan sonra askeri itirdim. Şimdi asker bir vardı. Ben bu arada evimin yanında buralar. Yani kaçanda elə fikirləşirəm ki evdən çağırırlar, ona göre qaçırım. 10 kilometre. 10 kilometr. Go, Kylie, go. Good job, Kylie. You're doing amazing, sweetie. Wow, look at her go. Kilometr. Və uşaqlar sağ olsunlar, su ilə təmin edirlər bizi və bizim də olar sağ olmamız qabaqdakıların, qaçanların həmin su köməyinə sağ olları. Belə göstərim onda. Tam transparent olar, tam şəffaf olar vlogda ki göstərək nədir. Düzəlməli olası tərəflərimiz biraz çoxdur. Deməli uşaqlar 15-ci kilometrdəyik bu dəqiqə və atışdırmalı aldım çünki səhərdə evdən heç nə yeməmiş çıxmışam və konkret olaraq bədənim artıq nəsə enerji tələb edirdi. Ona görə artıq 15-ci kilometri özümü mükafatlandırıram. 21 kilometrdə yarım marafon qaçmış oluruq. İndi 21-dən sonra da baxaq görək 42-ni tamamlaya biləcəyimi. 18 qaldı 3 kilometr. 3 kilometr də qaçdıq. 3 kilometr də yarısı tamamlandı evə. Çok sağ olun. Deməli uşaqlar editi qurtardı, Xəlil müəllim editlədi hal-hazırda. Bir dənə məsələ var. Vlogun 21 kilometre çatmışıq, ondan sonrası yoxdur. İçimizdə də axot olunub, həm də ki yorğunluqdan zaryadka zad da yoxdur. Telefon sönmüşdü birbaşa, onsuz zaryadka da yox idi. Heç nə çəkənmədik. Ona görə demək istədik ki, 21 kilometre tamamladıq. İlk dəfə marafon qaçırdıq və biz yarım marafon qaçdıq ilk dəfəyə görə.
İndi inşallah gələn il 42 kilometrin hamısını qaçarıq. Biraz praktik edərik bu dəfə hazırlaşaraq gedərik. İndi görək necə olur. Görək də. Məncə də. Xəlil həvəslənib hər gün qaçır. Mən təzə qaçmağa başlamışam təzəlikcə. Məncə yayda da əskər başlamalıdır ki, uje gələn il 42-ni vuraq. Vuracaq. Yəni əgər doğrudan qaçmaq aktivitesini sevirsinizsə, Instagramdan da running clublar var, onlara qoşulub qaçışa başlaya bilərsiniz. Çünki doğrudan mental olaraq da adamı düzəldir. Boş şey. Bay bay. Bay bay inşallah. Nothing is what to do.